Ben burada en sevdiğim bir tane karakter varsa o da Julian'dı. Desem bas mobile oyuncusa niye başladın ha xiyar? Zaten əminə. Uşaqlar Julian'ın en güzel özelliği odur ki uşaq 3-cü səviyyədə ulti aça bilir. Bu da heç bir karakterde olmayan bir şeydir. Yəni əksəriyyət 4-cü səviyyədə bu 3-cü skillini açır. Və Julian bir diğer özelliği de odur ki her skilli ulti olabilir. Və hər skilldə fərqli özəllikləri var. 6 aydır mən Mobile Legends oynamıram. Sevgilim olandan mən Mobile Legends oynamırdım. Qız ki girdi həyatıma, oyunların başını bıraxdı. Və indi bir dənə şey var da, Mobile Legends'da mən sevdiyim karakter Julian'dır. Yəni Julian qədər asan oynanacaq bir karakter yoxdur hal-hazırda. Sizin üçün deyirəm ha. Bu oyun bizdədir. Çünki mən 2 ay 3 aydan sonra oyuna girdim. İlk maçda uduzma ehtimalım çox azdır da. Həm də ən sevdiyim karakter almışam, ən güclü olayım. Oydu usta ligindeyim ki ben ne zor. Epic ligindeydim mi normalde? Efsanevi derece. 15 kill. 14 tane kill'de destek olmuşam. 4 defa da ölmüşüm. 7.7. Neyse başımda. İnşallah beğenirsiz videonu. Bir açıklayıcı bir video olar. Açıklayıcı deyəndə nə qədər açıklayıcı olacağını heç mən də bilmirəm. Hey, Hadi neyse. duymuş muydun hiç? Benden bu kadar. Sonradan görüşürüz. Öpürəm. Sağ olun.